Bir daha salamlayıram hamınızı. Artıq Həsən dedi ki, mən bugün söz deməliyəm sizə. Üzgözümdən sonra ki, mən 3 gündür yatmıram. Mənim günümə kim düşsəydi, bir həftə gözünə yuxu getməzdi. Qonşuya çağırdılar məni məclisə. Gəldik, otduq, yedik, içdik. 10 dəqiqədə məclis başlayıb, heç kim işlə danışmır. Ham bir-birinə baxır, yeyir, içir. Arada bir təklif oldu ki, qardaş, bir söz de. Pajausta. Durdum. Dedim, ay cəmaat. Ay qonşular. Deyəndə, böyürdən biri dedi. Dedi, nə deyirsən? Dedi, qardaş, icazə ver, dedi, o yanındakı oğlan desin, dedi. Qonaqdır, dedi. Dedim, nə olar, qoy desin. De mənim qardaşım. Qoy dedi, yox, mən sonra deyərəm, Lütfi, sən de, sonra deyərəm. Dedim, mən deyərdim də, qoymadınız axı. Dedi, dedim, deyərəm. Dedim, ay qonşular, dedim, dəyəndə təzdən dedi, qayət dedi, mən demədim ki, o ma dedi də ki, mən deyim, dedim. Dedim, bildim də. Bildim ki, o dedi, o deyənmədin, indi mən deyirəm. Deyim, deməyim. Tam dedi. Dedim, qurban olun. Bizdə deməyəm odur ki, bir gözəl məclisdə deyəndə bu birisi dedi. Nə deyirsən? Dedi, ay, mənə bax, dedim, sən de. Dedim, mən sənə dedim, desin, o demədin də mən deyirəm, deyim, deməyim. Dedi. Hamı da birazdan, de. Dedim, elə bir güclü söz deyəsi deyirəm, qurban olun. Nənə balaca qısa deyim, oturun. Çörəkdə soyur, dedim. Dedim, bizə deməyim odur ki, bu gözəl məclisdə deyəndə, oradan bir saqqal dedi. Ay balam, sən söz deyəndə ölsən, dedi, qutardı. Dedim, saqqal. Saqqalına qurban olun, dedim. Benim yaman verin deyim də. Dedi, bəxtdən deyirsən. Dedim, mən istət deməmişəm sənir. Qoy, qısa deyirəm. Dedi, deyirəm. Bu əziz gündə dedim, bircə Allah taladan arzum var dedim, dağında obris dedi. Dedim, nə deyirsən? Qoy, dedi, saqqal düz deyir, dedi. Dedim, Dedi də saqqal, dedi, tutardı. Sən də dedin, mən deməyim. Dedim, deyirəm. Bu əziz gündə, şad gündə dedim, demişdim ki, nə deyirsən? Qatı mən demədim, o dedi, dedim, bu mu dedi? Sən dedin, deyir, mən demədim, o dedi. Dedim, hava deyirsən, bu dedi. Qatı, yox, bu demədim, dedim, Mən danışanda söz deyənə Əzrail desin, deməsin. Deyir, deməsin. Dedim, Əzrail deməsin, sən demə, bu deməsin, mən də deməyim, kim desin? Sən de. Dedim, qoyun deyim. Xahiş edirəm, qoy deyim, qutarım. De. Bu əziz şad gündə o uca gözə görünməz deyəndə altı yaşlı pısmırıq dedi. Əmi dedi, deməyəsən. Dedim, bu məclisdə dedim, mən balam dedim. 2 nəfər deməmişdi. Hesat. Bir sən edin, bir mən, sən də dedin. Mən deyim, deməyim. Onu da unutma ki. Hörmətli pısmırıq. Böyük söz deyəndə, bu dedi. Nə deyirsən? Dodağın altında nə deyirsən? Şanın nəşin var, dedi.
uşaqdır, qoy sözünü desin də. Dedim, mən uşaq desin, mən deyim. Dedi, sən de. Dedim, yaxşı. Vaxt deyir, bir saatdir. Heç saat deyənməmişəm. Yeməkdən soyub. Hamı yer, mən də deyənmirəm. Bircə qurban olun. Xahiş edin, bircə dəqiqə. Pauza verən, sözümü deyim. Dey da. Gör nə deyirəm. Bircə bu şart üçündə deməm odur ki. Nə deyirsən? Nə deyirsən? Hələ buradam dektorda, hadi deyirəm da! Aman verirsən deyim. Şo deyirəm ki. De. Deməm odur ki. Bir kət çörək yiyim. Deməm odur ki. Bu aziz üçün də. Bu uca gözü... Deyirəm, de. Bu uca gözə görünməz dedim, de. Nə deyirsən? Nə deyirsən? Nə deyirsən? Hay! Nə? Sənin əzər. Deməm, ayaqqabını niyə geyindin? Sənin əsərə görə geyindin. Kes! Eşidin amınız. Ay qardaş, de qutar, qurban. Yaxşı, gəlin beləyək. Aman vermirsiniz, mən də demirəm. Mən gedirəm, demirəm. Çox. Bax, taqqal deydi. Atalar yaxşı deyib. Nə deyib atalar? Nə deyib? Yadımlar çıxdı. Hey! Sənin sağ... Atalar deyib. Sən dedin. Bu dedi. Mən demeyim. De. Heç saat demədim. Durmuşam. Biri qayıtdı dedi. Ha, eşitirəm, nə deyirsən? Qayıt dedi, sən söz deyən deyirsən, mən çıxış edirəm. Gel. O tərəfdən gəl, yaxın gəl biraz, yaxın gəl. Çatanda zəng elə dedi. Getdi. Sakitləşin, qoy deyim. De. Tapdım. Mən? Hesap demirəm. Belə. Dərd orasıdır ki, 15 dəqiqə oturmuşuq, heç kim demir. Axırda ağsaqqal dedi. Oğlum dedi, elə bir sözdə adam oxşuyursan dedi. Dedim, ağsaqqal, düz deyirsən. Sözümü deyəcəm, amma cəmatı yox, lişli sənə deyək. Harda əzin var, ona deyəcəm. Lişli qohumuna, qardaşına deyəcəm. Yaşına deyəcəm, həddi bulununa deyəcəm. Qoy deyim. Yaxşı. De. Deyim mi? De. Görün, nə deyirəm. Bircə
son sözüm nədir? Deməyim odur ki, niyə aman vermirsiniz? Bu əziz süfrə yiyəsi deyəndə adam usta Allah var, eşimişlə demədi, telefon dedi. Bəyəkidir, çatdım dedi. Birinci put dedim. Sonra hamısına dedim. Adam kalmadı. Eşittin mi dedim. Kaç dedi eşitmedim, birazdan zəng eləyərəm dedim. Telefonu söndürdüm. Dedim, dəxli yoxdur. Deməmiş şeydən də öləm. Biraz ki, bəyəkdən aman vermirsiniz, indi deyəcəm. Deməyim nədir? Bu əziz, mehriban gündə qurban oldu qım. Bizi heç vaxt deyəndə, bizi deyəndə kukladan kimsə dedi. Çay gətireyim dedi. Zəhər gətir. Ged ondan qalmayıb, dedim gəlirəm. Nə deyirsən? Deyəndə o bir yerdə olan dedi, bir stəşən gətir dedi. Sən ha, niyə öldürürsünüz məni qoy deyim? Nəysə qardaş, o gecə mən heç zat dəyənmədim. Amma istəyirəm indi deyəm. Sonra indi deyəm, onlar izləyirlər, qoy eşitsinlər. Əziz qonşular. Ay əziz, orada oturanlar. Biraz tələs dedim. Bir dəqiqə aman ver. Yəni vaxt gedir deyirəm də, yəni biraz tez elə. Vaxtına qurban qoy. Ay mənə eşidənməzdi səhliyə. Ay əziz qonşular. Sonra anar var. Bir var. Demirəm, kim eşitmək istəsə gələr orada deyərəm.